qılınc zərbəsi deyəndə Əli əleyhissalama dedilər ki, Əlinin südə ehtiyacı var. Zəhərlənib bədəni, qılınc zəhərli idi. Dedilər, Əlinin südə ehtiyacı var. Bir uşaq var idi, bunlar axı Əli əleyhissalamdan görürlər bu nəvazişi. Bütün yetimlərin, bütün məzlumların və yetimlərin atası idi Əli əleyhissalam. Dedilər, Əlinin südə ehtiyacı var. Bir uşaq getdi süd almağa, dedi ki, gəldi, yaxınlaşdı süd satana. Dedi, bəs deyir, pulun çatmır sənin. Dedi, ver, lazımdır, təcilidir. Atam, ata deyirdi, atam xəstədir. Dedi, yox, verənmərəm. Dedi, ver, sabah gətirəm. Dedi, yox. Neynəsin? Ayağında ayaqqabıları var idi. Dedi, bunu götür, südü ver mənə. Südü alır, gəlir Əli əleyhissalam, gəlir görür ki, uşaqlar qapıda növbədir Əli əleyhissalamın evinin qapısında. Hamı uşaqlar əlində, yetimlər, o yetim uşaqlar hamısı əllərində süd dayandılar Əli əleyhissalamın qapısında, bir dənə növbə.